Həzrəti Məsumə Salamullah əleyhanın evini ziyarət etdikdən sonra dəyərli Məşhəd zəvvarlarımızla birgə hərəkət eləyirik 7000 alimin, 7000 şeyxin dəfn olunduğu Şeyxlər qəbirstanlığına. Şeyxlər qəbirstanlığında bir çox tanınmış alimlərin, şeyxlərin qəbirləri var. Amma məxsusi olaraq 3 şeyxin, 3 alimin qəbri seçilməkdədir. Əslən Azərbaycanın Təbriz şəhərindən olan Məliki Təbrizi ağanın mübarək qəbri var burada. Məliki Təbrizi ağa İslam aləminin, irfan elminin ən böyük ustadlarından biri hesab olunur. O cümlədən Şeyx Mirzə Qumi və Həzrəti İmam Rza əleyhissalamın ən yaxın sahabələrindən olan Zəkəriyyə ibn Adəmin mübarək qəbirləri var burada. Gəldiyimiz bu gördüyünüz qəbirstanlıq Şeyxlər qəbirstanlığı adlanır. Şeyxlər qəbirstanlığı. Burada 7000 alimin qəbri var. Və ondan da əlavə şəhidlərin də qəbirləri var. Burada məxsusi elə alimlər var, elə şəxsiyyətlər var ki, öz dövrünün böyük nəhəng alimlərindən. Onlardan bir neçəsini sizlərə inşallah deyəcəyik və daha sonra isə yolumuz Həzrət xanım Məsumə Salamullah əleyhanın mübarək cümləsi. Allahümme salli ala Muhammed ve alihi. Mübarək günbəz ki görürsünüz, Həzrət xanım Məsumə Salamullah əleyhanın mübarək qəbrinin günbəzidir. Allah ziyarət və şəfaətini bizlərə nəsib eləsin. Amin ya Rabbi.